Salam aleykum değerli Sultan Ofis ailemiz. Hamınızı hoş gördük. Bu günler Binə qəsəbəsində böyük aileler için böyük 3 mərtəbəli gördüğünüz kimi şato kimi bir həyət evimizi satışa çıxartdıq. 9 sotun içinde 9 otaqlar. Həyət evimiz sizin üçün satışdadır. Həyətində Fülus tikilisi de var ki çöl üçün adlenli. Görünür Ayşə xanım. Bəli, bəli, Rövşən bəy. Əlavə tikilisi də var ki, çöl mətbəxi kimi yaradılıbdır. Evimizin həyəti böyükdür. Birinci istəyirəm, dəyərli izləyicilər, sizləri ümumi həyətlə tanış edirəm. Ondan sonra Allah'ın izniyle keçər evimizin izləyicilər. Buyurun gəlin. Deməli, dəyərli dostlar, mənim olmazsa olmazım özünüz deyirsiniz ki, hər videolarımda deyirəm, mangal yerimiz mövcuddur, əsas mangalıdır. Evin çöl mətbəx hissəsidir. Gəlin bura dəyərli izləyicilər. Çöl mətbəxi gözəl yığılıbdır. İçi apşıqqa ilandır. Yay üçün həm sərin, həm qəşəng dincəlməli. Qonaqlar gəldi. Kişilər bir tərəfdən, qadınlar burada tutalım. Kişilər həyətdə qəşəng dincələ biləcəyiniz belə bir mükəmməl yeri var ki, burada hətta təndir çörəyinə qədər özünüz burada hazırlayıb pişirə bilərsiniz dəyərli izləyicilər. Həyətimiz buradan ibarət deyil ki, bilirsiniz 9 sot ola bilməz bu boyda həyət. Gəlin bura. Evimizin hər tərəfi dostlar, evin hər tərəfi qoşadaşdır. Çöldə tikilisinə kimi qoşadaşdır. Burada bizim bağça sahəmiz var, ərik ağacımız var, gilas ağacımız var, nar ağacımız var, cürbəcür meyvə ağacları mövcuddur və toyuqtuzu üçün qəşəng belə bir gözəl demək olar ki 2 otaqlı tikilisi var. Bax belə. Plus it üçün addenli burada tikilisimiz var ki dostlar. İt də öyle maşallah elə bir canavardır. Canavar. Baxa bilərsiniz. Hobik. Gördünüz dostlar. Yəni elə belə deyil. Kim bu evi alsa bu da üstündə hədiyyədir. Üstünde saklayacak. Nişi. Kaçkolka. Hop. Bak. Çin dilini bilir Yiğit. Ha. İşte. Mənim dilimi bilir. Buraları qoruyur. Yani belə pis çıxmasın. Bütün bu binanı bak belə. Bu ərazi, məhlə bütün hamısının divizyoniyasına konkret baxır yani. Necə lazımdır. Burada bir dənə oğlan gəlib oyan buyan eləyə bilməz. Haycan. Toyuqların yerine. Onlar keçib baxmaq. Buradan içimar ha. Yani Setkan bu tərəfindən qoçulana bilirəm. Setkan o tərəfindən yanı belə qoçulanan var ha. Onu deyirəm. Gəl bura hə. Narahat olma, qorxma bizi. Deməli gəlin bura. Hələ bunun toyuq yerinə bir dənə zəhmət olmasa baxın dəyərli izləyicilər. Gəlin bura. Bax, əməlli gördüyünüz otaq. Üst, alt, hamısı necə lazımdır, dizayn olunub. Bakın görün yumurta var orada. Hatta bakın görün düz deyirsiniz, yumurta var burada. Ayşe Hanım, Allah hakkı var. Allah hakkı yumurtamız da var. Dön görün burada da var. Belki de var. Dön görün. Yumurtamız sıcak. Təzədir, bu yumurtanı təzə eləyiblər. Koy yerine gel baxdıracaq. Bu yumurtanı təzə eləyibdir. Təzə yumurtadır. Hələ gəlin bura. Ayşə xanım, görün. Burada mən siz əkəri, indi bəlkə də qardaş saxlayırmış. Sonradan saxlamayıb. Hinduşkalar gətirib tökəsən bura bir 10 dənə. Qaz ördək tökəsən, nə bilim o, hər şey. Əriklərin də hamısı meyvə gətirir. Bundan sonra çala-çala yeyiblər. Əriklərin hamısı yeyiblər. Bakın hele, meyve ağacları burada qəşəng, geninə bolma, alçaların hamısı yeyilibdir. Qalıb narlar yetişəcək, bir də ki zeytun. Dostlar, mükəmməl da, qəşəng bir evdə. İnşallah kim alsa Allah xeyrin versin, hələ ev tutarmıyıq həyəti. Gəlin bura. Gəlin bura Allah'ın izniyle. Sıxmayın şöyle, sıxmayın. Gedin yumurtağın üstüne. Tez olun. Gedin yumurtağın üstüne. Gəlin Ayşə xanım, gəlin, narahat olmayın. Mən ona bir şey demədikcə, o heç vaxt adam qapan deyil. Gəl bura.
Evimizin arka taraf həyətidir dostlar. Bax, garaj yeridir. Maşın girir həyətinə. Boş. Bax, burada tək bir dənə boş. Sot yarım əlavə. Sot yarım əlavə. Torpağı var. Bax, bombalan boş. Buranı elə bir şey, sot yarım. Neçə dənə maşın girər? Sal geçsin da. Buralar da elə bir səndə. Hər yer səndə. Maşın üçün pol yeri var. Gəlin bura. Evimizin qabaq tərəfdən mətbəxi evin içində var. Gəlin bura. Pürüsdakı. Burada da mətbəximiz var dostlar. Gəlin bura. Addelin arxa tərəfin mətbəx hissəsidir. Bütün qovşaqların hamısı hazırdır. Gəlin bura. Yeri istipoldur. Yeri istipoldur, mətbəxdir. Dostlar, hamısı öz qaydasında. İstəyirsən əldamı kimi elə, istəyirsən mətbəx kimi elə. Gəlin bura. Burada əldamımız da var. Plus. Baxın dostlar. Nə lazımdır yığ. Sancar qovşağımız var. Yerdən. Aziyat deyirlər, nə deyirlər. Plus burada hamamımız var. Yenə ayaq yolusu var. Baxın. Plus burada kombi otağımız, əldamımız yenə var. Yəni 9 sotda 9 otaqlı ev. Evin deyər arxasından girməzlər. Evin qabağından girərlər. Gəlin evin ön tərəfindən, qapısından girək, evin içini dostlar gəzək. Ona bax, pişiyin də balaları olub burada. Hələ, buranın torbağı nə qədər bərəkətlidirsə, Ayşə xanım, daşların içindən çıxan gülə bax. Yəni Allah böyükdür, gəlin. Qiymət də münasibdir ha dostlar. Sənədlər qaydasında qiyməti münasib. Dəmir rəşotqalar hamısı öz yerində. Bax, orada da toyuq var, qıt deyil. Gəlin çəksən, evin ön tərəfindən evimizin inşallah çəkək. Məhlə mehriban qonşularda yerləşir. Bu əraziyə Binə Varlılar məhləsi gedir. Yəni imkanlılar məhləsi dostlar. Belə də ki, o vardan söhbət getmir ha. Əsas odur ki, qəlbin zəngin olsun, varlı olsun. Gəlin bura. Gəlin bura dostlar. Evin koridor sistemlidir, bax. Girişi koridordur. O qədər qəşəng evdir ki, harasından başlayım bilmirəm. Üst apşıqqa. Gəlin bura mətbəxə başlayaq. Birinci mərtəbədən axırıncı mərtəbəyə kimi hamısı qoşadaşdır. Hə. Aleykumassalam Allahın izni ilə inşallah. Bura mətbəx hissəmizdir dostlar. Qəşəng hər bir şey uqlavoy yığılıbdır. Bir dənə yaxın gəlin, açıqlam zəhmət olmasa. Bax, buradan belə bax, mətbəxi göstərək, uqlavoy yığılıb. Qəşəng. Oturacağına qədər hamısı mövcuddur. Dəmir rəşotqalardadır. Çox super bir evdir. 80% dostlar, mən bilmirdim. Bax, indi bildim. Allah şahidim olsun, bilmirdim. 80% yəni o demək ki 90%-ə yaxın 5 saxlanılır. Yəni bu da qalacaq, o da qalacaq, o birisi də qalacaq. Yəni dostlar 80% 5 qalır. Gəlin bura, bahalı Allah şahidim olsun, gəlin bura. Dostlar, qalır elə hamısı. Bahalıdır, elə belə deyil. Bunu oğul istəyirəm tək qaldırsın. Yəni təmiz qoz ağacından olan mebellərdir. Bura evimizin zalıdır. Bura nə var? Demək olar qaba divandır, budur, stoldur, stuldur. Hamısı bax necə lazımdır. Qəşəng elə bunun bir dənə stolunu qaldırmaq, bax, aha, cəsarət istəyir. Yataq dəstləri qalır, hamısı qalır dostlar. İndi bax burada mən sizə bir şey göstərəcəm. Bura görürsünüz bir dənə zal. Bu birinci mərtəbənin bir dənə zalı. Gəlin bura. Burada bir dənə uşaq otağı dostlar. Gördüyünüz kimi uşaq otağıdır. Və burada dostlar böyük bir dənə geniş yataq otağıdır. Aha. Bura böyük bir yataq otağıdır. Dostlar gördüyünüz kimi. Deməli Wi-Fi, internet hamısı mövcuddur. Gəlin bura. Bura digər bir yataq otağıdır. Otağı maşallah evi gəzsək elə bu birinci mərtəbə. 1, 2, 3, 4 dənə burada otaq, mətbəx, dəmir rəşotqalar, pəncərələr, pərdələr hamısı qalır dostlar. Gəlin bura. Gəlin bura. Pirəkən ikinci mərtəbəyə qalxan yer. Qalxmamışdan əvvəl istəyirəm birinci mərtəbəni tam tutaraq. Burada birinci mərtəbə sanitar qovşağımız. Hamamımız addenlə. Və dostlar, qalxırıq Allahın izni ilə inşallah evimizin ikinci mərtəbəsinə. Buyurun gəlin. Ya Allahın adı. Bismillahirrahmanirrahim. İkinci mərtəbəmiz də dostlar. Böyük bir dənə geniş zalımız var. Gəlin bura. İkinci mərtəbədir. Gəlin bura. İkinci mərtəbə böyük bir geniş zaldır.
Yani bildiğiniz hardasa metrəni qoysaq metrə çatmayacaq. Mən o iki ayağımla sizlərə ölçüm təxmini deyim. 1, 2, 3, 4, 5, 7, 8, 9, 10, 11, 12, 13, 14 yarım. 14 yarım zalım uzunu. 6 metrede eynidir dostlar. Evimizin buradan balkon çıxışı da var. Gəlin bura. Bura evimizin ikinci mərtəbə mətbəx hissəsi. İkinci mərtəbədə qonaqlar oturdu. Mətbəx burada pişir, düşür. Gətir qonaqları rahat yola sal. Gəlin bura. Evimizin ikinci mərtəbə yataq otağı. Qəşəng yığılı avayla. Gördüyünüz kimi paduqa üstü var. Çox səliqəli bir evdir. Mükəmməl. Hər biri qoşa daşdır. Gəlin. Bura digər yataq otağı. Böyük, geniş. Pəncərələrin hər biri öz həyətinə baxır. İşıqlı evdir. Gördüyünüz kimi hamısı apşıqla üst hissələr. Bura digər otağımız. Bu neçə yerdir? 4 aşağı, deməli, hələ 5-də yuxarı sayılır da, o birisi otaqda sayılır. Mətbəxin otaq sayılsa, otaq sayılır. Yəni 1, 2, 3, 4, 5. Plus, dostlar, buradan evimizin balkon çıxışı. Bir dənə ətrafa baxın, hamısı 2 mərtəbəli evlər dostlar. Hamısı da yaşayışdır. Qolun, qonşu, hamısı yaşayır. Elə də gözəl məhəllədir ki, inandırım, bu evin sahibi şəxsən mənə dedi ki, Rövşən, xahiş edirəm, çəkilişi elə apar ki, sakit olsun. İstəmirəm qolum, qonşu bilsin ki, mən buradan köçürəm. Yəni, qoymurlar, icazə vermirlər ki, buradan bu qonşu köçsün. Bax, buna kimi deyirəm, gəlin bura. Hər kim, siz nədə, bugünkü günü yəni, hər şey istəyə bağlı, dostlar. Allah şahidim olsun, çox gözəl evdir. Mansarda bir dənə baxın bura. Gəlin bura. Evimizin mansarı böyük bir mansardır. O başı, bu başı yoxdur. Yəni baxın. Hər tərəfdə, aşağıdan o dibdən də bir dənə göstərir zəhmət olmasa. Baxın dəyərli izləyicilər. Evimizin mansarı böyük bir mansardır, çox genişdir. Səliqəlidir, bütün üst hamısı paxlava apşıqqalarla işlənməlidir. Yəni bu evin tək bir dənə apşıqqasına, bu apşıqqıya, ümumi evin bütün apşıqqasını hesablasaq, 4 dənə 3 otaqlı ev çıxartmaq olar. 4 dənə 3 otaqlı ev çıxartarsınız tək bu apşıqqalara. Ortalar da beton monolitdir. Yəni evə belə tikilməyir. Gəlin bura. Evimizin 3-cü mərtəbəsindən baxdıqda isə, dostlar, mənzərə günəşli, Xəyallar Adası, Türkan dənizinə kimi görsənir. Baxın. Gördüyünüz o qabaq yaşıl hissə dənizdir. O gördüyünüz binalar isə hamısı günəşli tərəflərdir. Baxın. Bax, oralar günəşlidir. Ən hündür, burada tikilən evlərin içində ən hündür ev də indi sizə reklam etdiyim evdir. Məncə belə bir fürsəti əldən qaçırmayaq. Dəyərli izləyicilər, elə gələk Allahın izni ilə bunu da behləşək, xeyirləşək geçsin. Düzdür Maşıl xanım? Allah xeyir versin, həqiqətən də evi maşallah olsun. Gəz, otaqlar bitməyi bilmir, hələ bu mansarı. Fikirləş ki, burada da elə bir 3 dənə otaq var. Böyüsən, atlayın, 3 dənə rahat otaq var. Çox qəşəng, çox möhtəşəm. Məncə dostlar, Allahın izni ilə bu evi qaçırtmayaq. Gələyin elə yerində də razılaşayın. Bax, sizlərə pilləkənləri, zadı, detaylı olaraq hər tərəfi düzdür. Ayşə xanım sağ olsun, əziyyət çəkib göstəribdir. İndi çox düşməyik, biz buradan başlayaq deyək çəkilişə. Hə, buradan çəkmək istəyirsiniz siz mansardan. Allahın izni ilə. O zaman alana da, satana da dəyərli izləyicilərimiz, zəng edin, fürsəti qaçırmayın. İnşallah kanalımızı bəyənin, abunə olmağı unutmayın. Dostlar, qiymət 155 mindir, ekranda görürsünüz. Real alıcısına qiymətdə endirim olunacaq. Əlaqə nömrəmiz 051 452 60. Zəng edin, gəlin belə bir gözəl və möhtəşəm
eviniz olsun inşallah. Allah hər kəsə xeyir versin. Arzusunda olanlar arzusuna çatsın. Amin.